Bu şəxslərə kənardan baxanda ilk olaraq belə təəssürat yarana bilər ki, sadəcə şəhərdə 2 nəfər gəlişir. Ümumiyyətlə, Dövlət Təhlükəsizlik Xidmətinin işi belədir. Gözə dəymədən, hiss etdirmədən, varlığını göstərmədən verilən tapşırığı yerinə yetirmək. Xankəndidə fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Xidmətinin bölmələri, say tərkibi hansı idarələrin əməkdaşlarının varlığı ilə bağlı məlumatlar tam məxfidir. Amma əmin oluruq ki, Xankəndi tam nəzarət altındadır. Son sentyabr antiterror tədbirlərindən sonra Xankəndinin separatizmlə təmizlənməsində əsas güc məhz bu xidmətin üzərinə düşmüşdür. Məhz bu dövlət strukturu keçirdiyi bundan sonra da məxfi saxlanılacaq əməliyyatlar hesabına 30 ildən artıq separatizmlə Azərbaycanı parçalamaq arzusu ilə yaşayan liderləri ələ keçirərək Bakıya, onların layiq olduğu yerə təcrid xərara gətirdi. Separatizmin Azərbaycanda kökünün kəsilməsində məhz bu xidmətin xüsusi rolu olub. Söhbət Dövlət Təhlükəsizlik Xidmətindən gedir.